Heç düşünmüsünüz niyə gözümüzü qırpırıq? Bu sadəcə refleks deyil, göz sağlamlığı üçün həyati vacib bir prosesdir. Hər dəfə qırpdıqda gözümüzün səthinə nazik göz yaşı təbəqəsi yayılır. Bu isə gözü nəmləndirir, quruluğun qarşısını alır. Proses həm də gözü qoruyur. Toz, kir və xırda hissəciklər gözə düşəndə qırpma refleksi onları kənarlaşdırmağa kömək edir. Göz qırpmaq infeksiyalardan müdafiə rolunu da oynayır. Göz yaşındakı antibakteriyal maddələr zərərli mikroorqanizmləri məhv edir. İnsanlar normalda dəqiqədə təxminən 15-20 dəfə göz qırpır, amma telefon və ya kompüter istifadə edəndə bu rəqəm 2-3 dəfə azalır. Bu da göz quruluğuna səbəb ola bilər. Uzun müddət ekrana baxırsansa 20-20-20 qaydasını unutma. Hər 20 dəqiqədən 1-20 saniyə ərzində 20 metr uzağa bax. Unutma, göz qırpmaq sadə hərəkət olsa da sağlamlıq üçün möcüzəvi refleksdir.